Bugün 27 Mart 2025-ci il tarixidir. Bura Tovuz Böyük Qışlaq yoludur. Təxminən Asan Xidmət Mərkəzinin yaxınlığıdır. Burada bir məsələni dəfələrlə işlandırmışıq, ictimailəşdirmişik. Bugün yenə də burada böyük bir ağacı qırıblar. Burada məsələ belədir ki, ağacı yandırırlar. Müşahid olursunuz. Ağacı əvvəlcə içindən yandırırlar, deşirlər. İçinə yanacaq maye tökürlər, sonra yandırırlar. Bir qədərdən sonra ağac quruyur. Sonra isə bu ağacı halbuki ağac yaşılıb, qurumuyub. Amma təəssüflər olsun ki, burada bu ağacı bu vəziyyətə salırlar. Bir daha şahid olursunuz ki, bu ağac içindən yandırılıbdır. Görürsünüz. Bunu bilərəkdən yandırırlar. Sonra isə obyekt yeri kimi satmaq üçün istifadə edirlər. Bura bir daha deyirəm, Tovuz Böyük Qışlaq avtomobil yolunun sol tərəfidir. Asan Xidmət Mərkəzinin yaxınlığıdır. Şahid olursunuz. Bu dediyim kimi bir daha öz təsdiqini tapan bir şeyi də nəzərinizə çatdırım. Həmin ağaçdan qidətə 10 metr aralıda digər bir ağac var. Bu ağacı da görə bilərsiniz ki, bu ağacı da aşağı hissəsini yandırıblar. Yanma nəticəsində ağac quruyubdur. Qurumasa da qurumağa doğru gedir. Həmin ağaçla bu ağacın arasında yer açıblar. Görürsünüz. Bu ağaçla bu ağacın arasında 10 metr məsafə var. Digər ağaçları da o tərəfə keçmək mümkün olmadığı üçün sizə göstərə bilmirəm. Bu ağacı da yandırıblar. Digər bir ağacın iç tərəfində görünməyən hissəsində yandırıblar. Bu da sizlərin nəzərinə çatdır. Burada yəqin ki obyekt yeridir. Yəqin ki bu torpaq sahəsini böyük bir məbləğə satacaqlar. Bu da aydın məsələdir. Bir daha şahid olursunuz ki, bura Tovuz Böyük Qışlaq avtomobil yoludur. Bu ağaçlar bugün 27 Mart 2025-ci il tarixinə baxaraq bir neçə müddətdən sonra, yəni bir neçə aydan sonra bu ağaçlar burada bəlkə də olmayacaq. Yəni ki, bu ağaçların hamısı zədələnibdir. Və hiss edirsiniz, bu ağaçların kökü yoxdur, yandırılıbdır. Təkrar bu ağacı sizə göstərirəm. Bu ağac qəsdən yandırılıbdır. Yandırılandan sonra ağac qurumağa doğru gedib və çürüyüb, sonra da kəsilibdir. Yolun bir hissəsini təkrar çəkirik.
gösterdim. Hasan Xidmət Mərkəzinin yaxınlığıdır. Eyni ilə həmin ağac formasında bu ağacı yandırıblar. Yanan formasında çəkmişdik, onu da təqdim edə bilərik sizə. Yox, yaxşı yandırıblar, belə baxıram. Qəşəng. Baxarlar ancaq obyekti. Pis iş deyil. Yəni axşama bu hazırdır. Sıralar təmiz sıradan çıxardacaqlar, canlar sağ olsunlar. Meşə ağaç lazım deyil. O da diagnostikadır. Bu da sağ xidmət. Bu ağacın yenə də içinə maye tökülür. Bir müddətdən sonra bu ağac qurumağa doğru gedir. Həmin vaxtda belə ağaçları yandırırlar. Bir müddətdən sonra isə məhv edilir. Şahid olursunuz bu ağaçları. Bir müddətdən sonra siz özünüz də şahid olasınız ki, bu ağaçlar yerində yoxdur. Bu ağaçları bilərəkdən istədikləri formada məhv edirlər. Ağaclar yandırıblar. Şahid olun. Bu ağacın yanmış formasıdır. Görürsünüz. Bu ağaçların burada ise ağacın qabığını soymuşlar. Quruması üçün yandırmışlar. Şahid olursunuz. Digər bir ağac qabığı soyulduğu üçün quruyubdur. Yəqin ki bir neçə gündən, bir neçə aydan sonra burada uzaldılmış bir obyekt görəsiniz. Yəni ki yolun sağında solunda olan yaşıllıqlar qırılıb obyekt yeri kimi satılır. Vaxt vardı bir neçə il bundan əvvəl, yəni 20-21-ci illərdə burada bir obyekt olduğu halda faktik olaraq bugün burada 10 obyektdən çox obyekt var. Həmin yaşıllıqlar ləğv olundu. Həmin yaşıllıqlar qırılaraq obyekt yeri kimi satılırdı. Həmin yolun digər hissəsidir. Görürsünüz. Burada büyük bir ağacı bildikləri formada kökünü qazaraq məhv etmişlər. Görürsünüz.
Böyük bir ağac. Yarpaqlaya biləcək bir ağac. Şahid olursunuz ki, bu ağac təzə yarpaqlamaq istəyirdi. Şahid olursunuz. Bu ağaçlar. Yani kurumuş ağaç değil. Bu yaşıl ağaçtır. Şahid olursunuz. Bu ağacı qəsdən və bilərəkdən məqsədli şəkildə məhv etmişlər. Görürsünüz. Biz bugün burada video çəkiliş edirik. Yol boyu ağaçların necə qırıldığını, necə məhv edildiyini şahid olmuşuq. Onu da lentə almışıq. Siz özünüz də şahid olursunuz, baxırsınız. Bu ağaçlar bilərəkdən digər bir tərəfdə yenə başqa bir ağac. Bu ağac da kökünü yanacaq mayələr tökərək qurutmuşlar. Üzbəüz olan bir ağaçdır. Şahid olursunuz. Yani 21-ci ildə biz burada çəkiliş etmişdik. 21-ci ildə burada yol boyu sağ və sol yaşıllıqlar idi. Ağaçlar vardı. Çox illik ağaçlar vardı. Təəssüflər olsun ki, hal-hazırda 2025-ci ilin mart ayının sonunda burada cəmi bir neçə yaşlı ağac qalıbdır. Onun da səbəbi ancaq və ancaq bu torpaq sahələrinin obyekt yeri kimi satılmasıdır və qazanc gəlir əldə edilməsidir. Şahid olursunuz ki, yol boyu yaşıllıqlar məhv edilib. Hal-hazırda demək olar ki, yaşlı, çox illik ağaçlar qalmayıbdı yolda. Bir neçə çox illik ağac qalıb. Bu da Tovuz rayon İcra Hakimiyyətinin rəhbərliyinin və ekologiya yaşıllaşdırma idarələrinin bilərəkdən torpaqları satmasıdır. Biz bir daha çəkib vətəndaşların və aidiyyatı qurumların nəzərinə çatdırırıq ki, burada hal-hazırda yaşıllıqlar məhv olur, yaşıllıqları məhv ediblər.